Qardaşım, bugünkü gündə müsəlmanların zəifləməsinin, parçalanmasının səbəbləri çoxdur. Və bunu bir neçə tövsiyələrdə, bir neçə dərslərdə Allah Azze və Cəllənin izni ilə xatırlatmışam qardaşlara. Lakin bugünkü gündə ən böyük səbəblərdən biri, müsəlmanların zəifliyinin, müsəlmanların parçalanmağının ən böyük səbəblərindən biri, müsəlmanlar İslamda olan qardaşlığı dəyərləndirməmələridir. Yəni bunu dəyərləndirə bilmirlər lazımlı şəkildə. Yəni İslam dinində qardaşlıq deyəndə, İslam dinində Allah üçün bir-birini sevmək deyəndə çox müsəlmanlar buna dəyər verə bilmir. Bunu düzgün anlaya bilmir. Bunu tətbiq edə bilmir əməli həyatında. Əməli olaraq həyatında insan tətbiq edə bilmir. Yəni şərt deyil bir insan bilsin ki, hə bu yaxşı şeydir. Xeyr. Müsəlmanlar qardaşlığı tətbiq eləmək üçün fərdi şəkildə hər kəs bunu etmək üçün çalışmalıdır. Yəni sən gözləmə ki, kimsə sənə yaxşı davransın ki, sən ona yaxşı davranasan. Sən özün qardaşlığı yaşamağa çalışmalısan. Qardaşlıq sadəcə dillə deyil. Sən ona qardaş deyəsən, o sənə qardaş desin. Və yaxud da ehtiyacın olanda ona qardaş deyəsən. Bu düzgün deyil. Bugünkü gündə müsəlmanların, baxın, bu günə düşməyinin ən böyük səbəblərindən biri, zəifləmələrinin, parçalanmaqların, heybətlərinin itməyinin ən böyük səbəblərindən biri, yəni İslamı, İslam qardaşlığını Allah rızası üçün yaşamamaqdır. Pul üçün yaşamaq, bir-birlərinə dost demək, qardaş demək, üzünə təbəssüm eləmək, hörmətə qoymaq sadəcə dünyavi mənfəətə görə. Ya birinin vəzifəsi var, ya birinin adı sanı var, ya birinin hörməti var, ya birinin gücü var, ya vəzifəsi var. Buna görə onun ətrafında fırlanmaq, ona hörmət qoymaq və s. Əgər belə şeylərə görə olacaqsa qardaşlıq və axırda gəlib belə bu cür zəifliyə, bu cür parçalanmağa gətirib çıxardır. Amma Allah üçün oldusa qardaşlıq, yəni sadəcə mənfəət güdmədən, heç bir dünyavi mənfəət güdmədən, sadəcə Allah rızası üçün, belə olan qardaşların misalda deyirlər, sırtı yerə gəlməz, onların arxasını kimsə yerə vura bilməz. Budur, əsas xələl buradadır. Yəni unudulub bugünkü gündə, yəni ən böyük nöqsanımız elə buradadır. Halbuki, unutmamaq lazımdır ki, Allah üçün bir müsəlman, bir müsəlmanı sevməsi, pul üçün, mal üçün, güc üçün, istifadə üçün deyil. Allah üçün bir müsəlman, bir müsəlmanı sevməsi, onu Allahın sevgisinə aparır. Bunu unutmamamız lazımdır. Sadəcə, müsəlmanın qardaşıdır, belə deyib yola vermək olmaz. Qardaşım, düşünmək lazımdır ki, əgər sən istəyirsənsə ki, Allah Teala səni sevsin, sən istəyirsənsə ki, Allah Azze və Cəllə, sən Allahın sevdiyi kəslərdən olasan, o zaman qardaşınla, müsəlman qardaşınla qardaşlığını Allah üçün yaşa. Allah üçün onu sev, Allah üçün onu təqdirə qoy, Allah üçün onu hörmət et, Allah üçün onu müdafiə elə, Allah üçün onunla oturdur, Allah üçün onu müdafiə elə, Allah üçün onu ziyarət etkinən. Bunların hamısı Allah rızası üçün olsun. Bunların hamısı Allah rızası üçün olsun. Bunları etsən, Allah da səni sevəcək bilginə. Bundan şübhən olmasın. Hədis var. Hədis var İmam Müslimdə. Hədis var İmam Müslimdə. Peyğəmbər sallallahu aleyhi və səlləm keçmiş ümmətdən bir misal gətirir. Deyir ki, bir kişi bir kəndə gedir bir müsəlman qardaşını ziyarət etməyə. Bir müsəlman qardaşını ziyarət etməyə. Və Allah Azze və Cəllə onun yoluna bir mələk göndərir, onu imtihana çəkmək üçün. Yol üstü onun keçəcəyi yola mələk gəlir. Mələk soruşur ondan ki, hara gedirsən? O da deyir ki, mənim bu kənddə, filan kənddə bir Allah üçün sevdiyim dostum var, onu ziyarət etməyə gedirəm. Deyir ki, bəlkə nəyisə işi düşüb, bəlkə sənin işini düşüb, bəlkə onun sənə işi düşüb. Nəsə hər hansı bir mənfəətə görə mi gedirsən? Bu mənada bir söz deyir. Deyir, xeyr. Sadəcə və sadəcə mən onu Allah rızası üçün sevirəm və Allah rızası üçün də gedib onu ziyarət eləyəcəm. O mələk qalxır deyir ki, mən Allahın göndərdiyi elçiyəm. Və qəşəng söz deyir. Bi-ənnallaha qad əhəbbəkə kəmə əhbəbtəhu fihi. Onu müjdəliyir. Deyir, bilginən ki, həqiqətən sən onu Allah üçün sevdiyinə görə Allah Azza və Cəllə də səni sevir. Subhanallah, müjdəyə bax.
Baxın, bundan biz qəflətdəyik bugün. Deyir, sən onu Allah üçün sevdiyinə görə bil, mələk onu müjdələyir. Allah da səni sevir. Sən bugün Allahın sevgisini, ümumiyyətlə müsəlmanlar, Allahın sevgisini axtarırıqsa, halbuki ən böyük məqsədimiz, qayəmiz bu olmalıdır. Niyə namaz qılırıq? Niyə oruç tuturuq? Niyə haramlardan qaçırıq? Niyə əmrləri yerinə yetiririk? Qardaşım, niyə? Çünki Allah Azza və Cəllənin sevgisini istəyirik. Allah bizi sevsin deyə bunları yerinə yetiririk. Allah bizi sevdisə cənnətə daxil edəcək. Allah sevdisə bizi cəhənnəmdən xilas edəcək. Bunları Allahın sevgisine nail olmaq üçün edirik. Ha, baxın, bunun yollarından biri də bir qardaşını, bir müsəlmanı Allah üçün sevməkdir. Ona görə qardaşlar, yəni açıq-aşkar budur ortada. Yəni özümüzü müalicə eləməyə ehtiyacımız var bugünkü gündə. Nə var? Filanın vəzifəsi, filanın imkanı, filanın gücü, filanın nəyi? Bunlara görə hörmət eləmək, bu cahillərin yoludur bu. Bu cahillərin yoludur. Ona görə müsəlman seçilməlidir onlarda hər şeydə. Həyat tərzində. Və adam özünü gərək aldatmasın. Yəni, fəzilətlər çoxdur bu haqda. Fəzilətlər çoxdur. İmam Müslimdə başqa bir hədis var. Abu Hureyranın məşhur hədisi. Abu Hureyra radiyallahu anhudan gəlir ki, Allah Azza və Cəllə deyəcək qiyamət günü. Allah Azza və Cəllə deyəcək qiyamət günü ki, mənim üçün, mənim cəlalım üçün, mənim əzəmətim üçün bir-birini sevən qullarım hardadır? Onları gətirin, mən onları öz kölgəmdə kölgələndirim. Bu ləfslərdən biridir, rivayətlərdən biridir. Başqa bir rivayətdə gəlir, Abu Hureyra radiyallahu anhudan həmçinin, bu ləfs Buxaridədir, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, qiyamət günü heç bir yerdə kölgə olmayan yerdə 8 toplum insanları Allah Azza və Cəllə öz kölgəsində, bir rivayətdə isə ərşin kölgəsində onları kölgələndirəcək. Onlardan biri də kim olur? O qruplardan biri kim olur? Bir-birlərini Allah üçün sevənlər. Allah üçün bir araya gəlib Allah üçün ayrılanlar. Və bunlardır. Bu önəmli məsələdir, qardaşlar. Bugün itirdiyimiz ən böyük nemətlərdən biri budur. Ən böyük dəyərlərdən biri budur itirdiyimizin. Yəni insanlar, özümüzü aldatmamalıyıq biz. La ilahə illallah əhlinə qarşı sevgi olmalıdır qəlbdə. Qəlbdə sevgi olmalıdır, qardaşım. Kin, həsəd, paxıllıq, rəqabət, intiqam almaq, pis baxmaq, lağa qoymaq, özünü üstün tutmaq, bunların hamısı qardaşlığı darmadağın eləyən amillərdən biridir. Budur. Vallahi, nəyə görə bir balaca şey olanın bir cəmaat parçalanır? Nəyə görə bir-birlərini təhqir edirlər? Nəyə görə kim kimin gəldi arxasıyla danışır? Kim kimin gəldi eybini açmağa çalışır? Kim kimi gəldi insanlar arasında rüsva eləməyə çalışır? Nəyə görə? Çünki qardaşlıq Allah üçün deyil. Qəlbdə iman oturmayıb tamamilə. Problem budur. Allah Azza və Cəllə islah eləsin, qardaşım. Qəlbimizi müsəlman sevgisi ilə doldursun, özünün sevgisi ilə doldursun, Muhammed sallallahu aleyhi ve sellem sevgisi ilə doldursun. Allah Azza və Cəllə bütün xatakar müsəlmanları bağışlasın. Esselamu aleykum və rəhmətullah. İxlasla.com saytı tərəfindən təqdim olundu.